Choose the correct sentences with the noun in the possessive case. Yerlik halda olan isimli düzgün cümleleri seçin. İlk cümlemizde the children's toys are in the living room qeyd olunmuştur. Hansı ki burada children kökten dəyişdiyinə görə biz sadəcə apostrof s əlavə etməklə yerlik hal düzəltməliydik. Təkrar s qəbul edə bilməz deyə birinci cümlə yanlışdır. We saw Kate's car outside. Biz çöldə Kate'in maşınını gördük. Kate's car düzgün yerlik hal olduğu üçün ikinci cümlə doğrudur. She returned to work after a few years absence. A few'dan sonra sayılan cəmsim gəlməlidir. Year sözü təkdə yazıldığına görə üçüncü cümlə yanlışdır. The workers' uniforms are all the same size. İşçilərin formaları hamısı eyni ölçüdədir. Workers' uniforms ifadəsi düzgün yerlik haldır. The athletes training session lasted 2 hours qeyd olunur cümləmizdə və the athletes training session qeyd olunan hissədə düzgün yerlik hal qeyd olunduğu üçün 5-ci cümlədə doğrudur. 2, 4, 5 A variantı düzgün cavabdır.